Hər kəsin həyatında yanlış ola bilər. Mənim də həyatımda var. Siz də yəqin ki, bu yaşınıza qədər yanlış etmişsiniz. Söhbət günahlardan getmir hələ. Atdığımız yanlış addımlardan gedir. Bilərəkdən, bilməyərəkdən. Hər birimiz yanlış addım atmışıq bu həyatda. Bəlkə də atırıq da, bundan sonra da atacağıq. Amma biz öz yanlışlarımızla kiməsə nümunə olmuruq ki, bax, mən bunu etmişəm, sən də gəl, mən sizdən çox-çox üzr istəyirəm. Bir qadın çıxıb efirdə sevgilisindən danışmaz. Doğrumu? Əlbəttə ki. Yəni, əvvəllər sevgili sözünü dilə gətirmək ayıb idi. Hər zaman olub da, illərdir bu sənətdəsiz. Bütün müğənniləri də tanıyırsınız, keçmişdən bu günə qədər. Kimin həyatında kim olub, nə var, hamısından da xəbərdarsınız. Amma abır həyaları var idi. Özləri üçün yaşayırdılar. Sevgidir. Sevgi baxmır heç nəyə. Aldana da bilərsən, yanıla da bilərsən, yanlış addım ata da bilərsən. Düzdür. Amma bunu qışqırıb, efirdən bağırıb demirdilər. Bədbəxtçilik oldu. Bəs, Arif müəllim, 2 qızınız var. O qızların da ataları, qardaşları var. Mən hər dəfə efirdə bunu deyirəm. Çünki bilirsiniz, mənim də oğlanlarım var. Mənim oğlanlarım da sabah evlənəcəklər. Hətta biri evlənmək yaşına da gəlib çatıb. Maşallah. Mən də qorxuram, anayam. Mənim kimi yüzlərlə ana var. Bayaqları dedimi? Düzdür. Armud ağacının dibinə əvvəllər armud düşürdü. İndi anaya baxıb qızını almaq olmur. Mümkün deyil. Nə edək? Sovet dövründə, mən Sovet dövrünü təbliğ eləmək istəmirəm. Xaricə gedib gəlmək çox çətin idi. İldə 2 dəfədən artıq gedə bilmirdik biz. Bir dəfə. Nadir hallarda 2 dəfə gedərdik xaricə. Hər ölkəyə qoymurdular bizi. Bəlkə də elə yaxşı ediblər. Siz mənim fikrimi oxudunuz ki, bəlkə də yaxşı edib. Amma bugün ifaçılar ildə 20 dəfə, 30 dəfə gedib Azərbaycan musiqisini, Azərbaycan muğamını güya təbliğ edirlər. Onların xəbəri yoxdur Azərbaycan musiqisini. Onlar çox çıplaq göstərirlər. Özləri kimi. Özləri kimi. Necə ki, efirlərə çılpaq çıxırlar. Bəli. Elə də musiqini təbliğ edirlər. Hər kəsə aid deyil. Buradan hər kəs öz üzərinə götürməsin. Amma bir çoxlarına aiddir.